Və çox təəssüf ki, Nərminin artıq cənazəsi gətirildi, yəni onu həyata qaytarmaq mümkün olmadı, çünki çox gec idi. Nərmin də çox gülərüz bir xanım idi, Allah rəhmət eləsin. Hər halda nə yazılıbsa, əlbəttə o da olmalıdır, amma mən yazılıbsa deyəndə xahiş edirəm bir də o qəbzi göstərin mənə. Çox xahiş edirəm. Deməli, bir müddət əvvəl Nərmin, yəni Türkiyəyə yola salınmazdan əvvəl Azərbaycanda, Bakıda, mən indi deyəcəm, mərkəzi kliniki xəstəxanada müalicə olunurdu və Nərmini, deməli, mərkəzi klinikada. Nərmini, dostlar, lazım idi aparmaq, deməli, hara? Aeroporta, Türkiyə aparmaq üçün və Hüseynova Nərmin yazılıb 26 fevral tarixində, zəhmət olmasa iri planla, əgər mümkündürsə. Bəli. Bu qız bunu zat mən bilmirəm bu nədir, vöyün nömrəsi aydındır. Yazı ilə deməli qeyd olunub məbləğ, amount, bir dəqiqə baxın zəhmət olmasa göstərin. Aha, saxlayın. 780 780 manat və yazı ilə bir daha qeyd edir 780, burada 8 qalıb, manat ödənilib təcili yardıma. Təsəvvür edin ki, mərkəzi kliniki xəstəxana ölüm ayağında olan və bütün Azərbaycanın faktiki diqqətə saxladığı bir xanım da hər halda haradasa puldan keçmək olar mənə elə gəlir. Amma yəqin ki, o mənə elə gəlir sadəcə və bir çoxumuza belə gəlir. Amma mərkəzi klinika deməli bu xanımı, bu qızcığazı xəstəxana aparmaq üçün 780 manat təcili tibbi yardımın sadəcə xidmətinə görə alıb. Təsəvvür eləyin. O təcili tibbi yardımda nə var ki, mənə çox maraqlıdır. Düzdür, Allah heç kəsi yolunu ora salmasın, amma indi olur da heç kəs sığortalanmayıb. Heç kəs sığortalanmayıb, istənilən anda hər şey baş verə bilər. Və çox maraqlıdır ki, dostlar, bu 780 manata nə daxildir? Yəqin ki, orada şou proqramı olub, yəqin ki, sirkdən meymunlar gəlib, orada hətta deməli, çıxış eləyiblər ki, xəstəni bəlkə də biraz güldürsün. Yaxud orada, bilmirəm, bəlkə həmin o təcili yardımın, deməli, qapıları bağlananda böyük bir deməli kinoteatr var, orada baxırlar və yaxud kimsə canlı gəlir orada mahnı oxur. Mən başa düşə bilmirəm. Nədir ki, orada təcili yardım maşınında 780 manat xəstəni aparsınlar aeroportda Bakının mərkəzindən. Təxminən 35 dəqiqəlik yoldur. Hər halda dostlar, sabahınız xeyir olsun. Bəzən bir çoxumuz adi təcili yardım maşını gələndə bir çox ağız büzürük. Kimsə deyir ki, mən heç nə vermirəm. Kimsə ola bilir ki, sadəcə çay qoyur həkimlərin qabağına. Amma hər şey müqayisədə bilinir. Hər halda dostlar, bax belə, insaf da deyirlər dinin yarısıdır. Hardasa elə həkimlər var ki, onların vicdanı oyanır və onlar insanlığını birdən yada salırlar ki, mən də insanam və sabahlarım buradayıq, orada da hələ cavab verəsi olacam və əlbəttə ki, müəyyən məbləğlərdən keçirlər, maddiyatdan keçirlər hardasa mənəviyyata görə. Odur ki, belə dostlar, Allah hamıya can sağlığı versin bütün yaxşı insanlara, belə deyək, şəxslərin bizi yolu salmasın. Əlbəttə ki, və bir daha, əgər kiminsə fantaziyası güclüsə və yaxud elə mərkəzi klinikadan kimsə baxırsa, çox xahiş edir. Yəni kimsə sabah Allah eləməsin, sabah mən də ola bilərəm ağır xəstə və mənə də maraqlıdır ki, mənim heç olmasa valideynlərim, yaxınlarım bilsinlər ki, Allah göstərməsin, bir daha deyirəm, məni sizin klinikadan aeroporta aparmaq üçün bu 780 manatı nəyə görə vermək lazımdır? Heç olmasa, yəni cəmaat da bilsin də, bu normaldır, şəffafdır. Azərbaycan Respublikasının qanunları var, qaydaları var və əlbəttə hər bir vətəndaş da istəyir bilmək. Çünki çoxlu pasiyentlər var, çoxlu insan müraciət edə bilər. Bir çox vətəndaşlarımız kimi əli hər yerdən üzülən valideynləri onu da müayinə üçün İrana, Təbrizə aparır. Məlum olur ki, diaqnoz əvvəlcədən səhv qoyulub və əslində Nərmin xərçəng xəstəliyindən əziyyət çəkirmiş. 17 yaşlı qız bir neçə ay uşaq onkoloji mərkəzində müalicə alır. Ancaq vəziyyəti ağırlaşdığından valideynləri onu xəstəxanadan çıxararaq evə gətirirlər. Son günlər Nərmin üçün başlanılan dəstək aksiyası nəticəsində müayinəsi üçün lazım olan vəsait toplanaraq Türkiyədə müalicəyə göndərilməsinə baxmayaraq, onu çəkdiyi xəstəlikdən qurtarmaq mümkün olmadı. Allah rəhmət eləsin. Və
qeyd edək ki, Nərminin cənazəsi səhər saatlarında Bakıya gətirilib. O kadrlar var bizdə, zəhmət olmasa biz göstərək və Nərminlə vida mərasimi bugün olacaq və bir daha həkimlər, həmin həkimlər hansılar ki, sadəcə həkimdilər və xalqın balasını belə demək olarsa da belə deyək, özlərini düşünərkən, amma başqalarının, hətta uşaqlarını bizdə deyirlər, indi Səhiyyə Nazirliyi, digər ümumiyyətlə açılışlar olur. Əziz və hörmətli, nə bilim, pasiyentlər, tamaşaçılar, bizdə analığı olmayan filan xəstəxanaya qurğu gətirilib. Qurğular gətirilib, bəlkə də analığı var ya yoxdur, amma bizim həkimlərimizin əksəriyyətinin, düzdür, söhbət hamısından getmir, doğrudan da analığı yoxdur. Çünki belə səhv diaqnozlar qoymaq və eyni zamanda da başqasının ailəsini belə bədbəxtliklər gətirmək, nə qədər həkimlər imza atıblar buna. Və həmin aparaturaları Allahdan arzu edir ki, mən də bir potensial pasiyent olaraq o aparaturaları işlətməyə başı olan həkimlər də Azərbaycanda çox olsun. 100 aparatı bəlkə 2-3 dənə normal başı olan və onları işlətməyə və düzgün diaqnoz qoymağa ağlı çatan həkimlər var. Və bir institutda ki, pulla, hər halda mən bunu demirəm, sosial şəbəkələrdə deyirlər, mən inanmağım gəlmir ki, Azərbaycan Dövlət Tibb Universitetində kimsə pulla oxuyur. Ümumiyyətlə, bildiyimiz kimi həmişə çox şəffaf və demokratik orada təhsil sistemi olub və əlbəttə ki, ola bilsin bu həmin universitetə kölgə salmaq üçün deməli dilli olan insanlar belə məlumatlar yayırlar. Mən inanmaq istəmirəm, bir daha qeyd eləmək istəyirəm, amma deyirlər orada əksər tələbələr məsələn pulla oxuyurlar, kimsə gəlir sadəcə özünü göstərməyə, yeni il yolkası kimi deməli qızıllarda və daşqaşlarda sadəcə gəlib belə instituta 2-3 saat oturub çıxıb gedən deməli bizim potensial gələcək həkimlərimiz də var. Yenə də mən deyirəm bunu sosial şəbəkələrdə oxumuşam, mənim inanmağım gəlmir. Siz bilirsiniz ki, Azərbaycanda Dövlət Tibb Universiteti ildən ilə nə qədər də peşəkarcasına həkimlər buraxır və buraxır dostlar. Hamısını bizim canımız